Bir insan uğurlu olmağı üçün ən vacib olan nədir? Uğura gedən yolda təbii ki, maneələrlə qarşılaşacağıq, çətinliklər olacaq. Bunun üçün də ən birinci növbədə səbir və iradəmiz olmalıdır. Uğur üçün bir hədəfimiz olmalıdır ki, bu mütləqdir. Sonra isə hədəfə başlamaq üçün motivasiya lazımdır və bunu davam etdirmək üçün isə bizim üçün disiplin lazımdır. Motivasiya həmişə olmur. Motivasiya bizim içimizdəki olan daxili gücdür. Xoşbəxt olmaq üçün uğurlu olmaq lazım deyil. Uğurlu olmaq üçün xoşbəxt olmaq lazımdır və motivasiya da bizi xoşbəxt edən səbəbdir. Əsas məsuliyyət olmalıdır. Çünki biz məsuliyyətli olan zaman, yəni bu uğura irəliləyirik. Hər hansısa bir işi görürəmsə, bu işin sonunda qazanacağım pul mənə o işi daha həvəslə görməyə kömək eləyir. İyunun 15-i saat 15-də 2x2 Mədəniyyət kanalında.